Sürtünməsiz yatay düzləmdə duran K, L, M cisimlərinə şəkildəki qüvvələr tətbiq olunur. Buna görə hansı hərəkətsiz qalacaq? Hərəkətsiz qalması üçün əvəzləyici qüvvələrimiz sıfıra bərabər olmalıdır. Gəlin birinci baxaq şəkil 1-dəkinə. Yuxarıya doğru 2 dama özümüz üçün burada qeyd edək. F1 2 dama, F3 isə aşağıya doğru 1, yəni şaquli toplanan 1, üfüq toplanan 1. Əvəzləyicini tapaq. Deməli, 2-dən 1-i çıxırıq 1, yuxarıya doğru 2, aşağıya doğru 1, yenə 2-dən 1-i çıxırıq 1. Yəni, əvəzləyici qüvvəsi bax budur. Yəni, əvəzləyici qüvvə sıfıra bərabər olmadı. Ona görə də cisim baxın, bu istiqamətdə də hərəkət edəcəkdir. Ona görə də biz 2-ni qəbul etmirik. Çünki cisim, birinci şəkildəki cisim hərəkət edir. Baxaq 2-yə. Yuxarıya doğru 2, özümüz üçün qeyd edək. Şaquli toplanan, üfüqü toplanan isə 1 damadır. Aha. Sonra 6-ya baxaq. Aşağıya 1, yəni şaquli toplanan 1, üfüqü toplanan 1. F4-ə baxaq. Yenə şaquli aşağı 1, üfüqü isə olacaq 2 dama. İndi baxaq. Yuxarıya 2, aşağıya 2 bir-birini tarazlaşdırdı. Sola 2, sağa 2 bir-birini tarazlaşdırdı. Yəni, əvəzləyici qüvvə nəyə bərabər oldu? Sıfıra bərabər oldu. Yəni, cisim hərəkət etməyəcəkdir. Yəni, mən 2-ni qəbul edəcəm. 2 cisim şəklindəki cisim sükunətdə qalacaqdır. İndi baxaq 3-ə. Yuxarıya doğru F7 qüvvəsi 2 damadır. Üfüqə doğru üfüq toplanan 1 damadır. F9 aşağıya doğru 1 damadır. F8'ə baxaq. O da aşağıya doğru 1, üfüqə 1. Aha. Aşağıya 2, yuxarıya 2 bir-birini tarazlaşdırdı. Sola, sağa 1. Onlar da bir-birini tarazlaşdırdı. Onda əvəzləyici qüvvə nəyə bərabər oldu? Sıfıra bərabər oldu. Yəni, cisim sükunətdə qalacaq. Harada? Şəkil 2-dəki cisim və şəkil 3-dəki cisim. Yəni, L və M cismi variantı olacaq.